Herkese salam, yeni videoma xoş gəlmisiniz. Dün axşam bir anda qərar verdik ki, qısa bir səyahətə çıxaq. İş ilə bağlı 3-4 gün boşluğumuz var idi. O boşluğu boş keçirmək istəmədik. Yolculuq planımız ilk öncə Praqa, oradan da Viyana idi. Və maşınla başladığımız bu yolculuğu sizlərlə paylaşmaq istədim. Getdik. Praqaya 6 saat yolumuz olduğu üçün burada sizlərlə yola, yeməyə nə götürmüşəm onları paylaşıram. Götürdüyüm şeylərin çoxu Bakıdan gətirdiyim şeylər idi. Təzəlikcə Bakıya getmişdik və orada nə görmüşüksə yığıb gətirmişik. Yol uzun olduğu üçün və bu yolu sonunda qayıtmaq da lazım olduğu üçün biraz çox şey götürdüm. Düzdür, hamısı yeyilmədi, amma mən yenə də götürdüm. Nəysə, bunun ardından ilk öncə dedik ki, benzin vuraq. Burada benzin qiymətləri hər gün, hər saat dəyişir. Biz də evə yaxın bir yerdən benzin vurduq. Bakı doldurduq, sonra yola düşdük və birdən fərqinə vardıq ki, pasportları götürməmişik. Buna görə təzədən geri qayıtdıq. Düzdür, evdən çox uzaqlaşmamışdıq, amma yenə də hardasa yarım saat itirmiş olduq. Bizim evdən Praqaya 5 saat 20 dəqiqə göstərirdi. Biraz yol getdikdən sonra nələr satışdırmaq istəyirik. Bu Bakıdan gətirdiyim xurma və fəxadır. Bu da həmçinin Bakıdan gətirdiyim patosdur. Bakıdan Bravodan aldığım turşu lavaş, amma dadını heç bəyənmədim. Nə ümidlərlə almışdım oysa, neçə cür heç birini bəyənmədim. Bu turşu Avropanı gəzəcəyini bilsəydi. Eyni zamanda çikomuz. Bunların heç bir reklam deyil, sadəcə Bakıda olanda dayatdığımız şeyləri alıb Almanyaya gətirmişdik. Biraz başımızı qatdıqdan sonra aclığımızın fərqinə var. McDonald's-a gəlirik, burada 14 evroydu, 2 burger alıb yola davam edirik. Onu da qeyd edim ki, burada yol boyunca hər yarım saatdan bir McDonald's, KFC və başqa atışdırmalıq yerləri dolu idi. Və həmişə kinolarda görüb çox istədiyim bir şey var idi. Maşınla uzun yolculuğa çıxıb benzinlikdəki o marketdən nələrsə almaq. Və budur, hal-hazırda o marketdəyəm. Yol üçün çay, kofe bir şeylər alıb yola davam edirik yenidən. Burada hər şey var. Düzdür, qiymətlər biraz normal market qiymətlərindən çoxdur. Kofe, çay qiymətləri isə çox uyğun idi. FS Almaniyada Türk marketindən aldığım ikramımla çayımı içirəm. Və budur, artıq Praqaya 151 kilometr, Çexiyaya isə 43 kilometr yolumuz qalıb, yavaş-yavaş çatırıq. Gəlin siz yolları seyr edərkən mən də biraz sizinlə söhbət edim. Praqada qiymətlər Viyana və Almaniyaya nisbətən daha ucuz, daha uyğun idi. Buna restoran, benzin və bütün qiymətlər daxildir. Biz Praqaya getdiyimiz zaman yeni il marketləri hələ qurulmamışdı, amma Viyanada artıq qurulmuşdu. Oradakı yeni il marketini görə biləcəyik birlikdə. Praqada hardasa 2 günümüz keçir, amma 2 tam gün yox, 2 yarım gün keçir. Bugün, yəni indi çatdığımız gün və sabahki günümüz, sabah axşam tərəfi Viyanaya yola düşəcəyik. O yolları da sizlərlə bir yerdə izləyəcəyik təbii ki. Hazırda şəhərin mərkəzindəyik və tutduğumuz apartmenti axtarırıq. Praqa mərkəzində də, Viyana mərkəzində də otellərin 90%-nin, hətta 99%-nin parkovkası yoxdur. Siz yaxında hardasa parkovkada saxlaya bilərsiniz. Biz xüsusən parkovkalı yer axtardıq və bu tapdığımız yerin parkovkası var idi, amma əlavə ödənişli idi. Yəni günlük 30 evro sadəcə parkovkaya ödədik. Apartmentə isə 70 evro ödədik bir gün üçün. Həm həyətində parkovkası olduğu üçün, bayaq göstərdim o liftli parkovka, həm də geniş olduğu üçün bura bizim üçün ideal idi. Çünki bu qiymətə sadəcə bir otaqlı otel tuta bilərdiniz, amma bura çox uyğun idi. Nəysə, əşyalarımızı otağa qoyduqdan sonra çıxırıq şəhəri gəzməyə. Bu şəhərdə hər addım başı maqnit mağazaları var. Həqiqətən həddindən artıq çoxdur. Biraz gəzirik və qabağımıza yenə maqnit mağazası gəzir, çıxır. Daha sonra dedik ki, gedək Tridelnik yeyək. Buranın ən məşhur yeyəcəklərindən biri Tridelnik olduğu üçün biz də yoxlamaq istədik. Mən illər öncə Bakıda Yeni il yarmarkasında yemişdim ilk dəfə. Amma buradakı da çox dadlı idi. Düzdür, mən çəkibitdən soruşdum, səhv verdiyim məlumatlara görə səhv yerə getdim. Daha məşhur Tridelnik yeri var imiş, amma olsun, bu da dadlı idi. Buralarda sadəcə gəzib şəhəri tanımağa çalışırıq. Praqada çox bəyəndiyim şeylərdən biri o idi ki, şəhərdə hər yer, hər şey ayaq məsafəsindədir. Görməli olan hər yer bir-birinə çox yaxın idi. Ona görə də maşını hardasa saxlayıb ya da şəhər mərkəzində sadəcə bir otel tutub ayaqla bütün şəhəri gəzə bilərsiniz deyə düşünürəm mən. Nəysə, burada astronomik saat, burada kilsə, burada yolun ortasında duran bu qorxulu şey, bilmirəm hansısa kafe restoranın bir olayı idi mı, nə idi, heç anlamadım, sadəcə qorxdum. Sizə demişdim ki, burada maqnit mağazaları dəhşət çoxdur. Maqnit mağazaların çox olduğu kimi, eynən belə kuklalar olan mağazalarda dəhşət çox idi. Anladığım qədərilə
Bu kuklalar hamısı əl işləridir. Düzü qiymətləri biraz baha idi, amma maraqlı idi və çox gözəl görünürdü. Bu mağazalar ümumiyyətlə nağıllardan çıxmış kimi görünürdü. Buraları muzey kimi gəzmək belə maraqlı idi. Nəysə, getməmişdən öncə Praqada gedilməli haralar var deyə axtararkən bir restoranla qarşılaşdıq. Restoranın adı Upavukadır. Bilmirəm oxunuşunu düz dedim yoxsa səhv dedim. Nəysə, mövzumuz bu deyil. Restoranın xüsusi menyusu və xüsusi gecəsi var. Xüsusi konsepti var daha doğrusu. 78 evrodur ödəniş və bu ödənişə 5 yemək daxildir. Yəni 5 hissəli yemək. Başlanğıclar və əsas yemək şirniyyat deyə bilərik və içki daxildir. Təbii ki, su, çaxır və pivə hamısı limitsizddir. Təbii ki, 3 saat davam edən şouları daxildir. Qısa qeydlər verim. Öncədən rezervasiya eləməlisiniz, onlayn rezervasiya edə bilərsiniz və bura getdikdə sizi ümumi 10 nəfərin olduğu bir masada otuzdururlar. Maraqlısı o idi ki, bizim masada hər kəs türk çiftlər idi. Onlayn rezervasiya etdikdə sizin haralı olduğunuzu soruşurlar. Məncə onlar oradan oxşar millətləri bir masaya salırlar ki, maraqlı söhbət olsun, heç kəs sıxılmasın, hər kəs tanışlıqlar, dostluqlar qursun. Və bu da çox maraqlı bir düşüncə idi mənim fikrimcə. Çünki biz buradan sonra çıxdıq, başqa bir yerdə də oturduq. Nəysə, ən sonda evə qayıdarkən çox aclığımızın fərqinə varıb KFC-dən bir şeylər aldıq və apartmentimizə getdik. Səhər durub gördük ki, qar yağıb, düzdür. Dəhşətli bir qar olmasa da az da olsa yağmışdı və bu hava çox gözəl idi. Nəysə, biz artıq apartmentdən çıxmalıydıq, çünki bugün Viyanaya yola düşəcəyik və apartmenti bir günlük götürmüşdük, maşını götürdük və başqa bir parkovkaya park etdik. Sonra yenə başladıq şəhərin qalan hissələrini gəzməyə və dünən gəzdiyimiz əsas şəhər mərkəzini bir də səhər işığında görməyə. Bura Old Town Square, yəni Köhnə şəhər meydanı adlanır. Zaten bu meydana gəldikdən sonra artıq Praqaya aid bir çox şeyi görmüş olursunuz. Və qalan yerlərdə bura sadəcə ayaq məsafəsindədir. Düzdür, biz hər yeri gəzə bilmədik, çünki vaxtımız çox az idi. Birazdan Viyanaya yola çıxmalıydıq. Qaranlığa da düşmək istəmirdik, amma bir yandan da hər yeri gəzmək istirdik. Biz də bacardığımız qədər yer gəzib qalanını saxladıq yaz mövsümünə. Və o məşhur restoran. Bu restoranda siz bayaqdan gəzdiyimiz şəhər mərkəzini yuxarıdan görə bilərsiniz. Və burada şəkil çəkmək üçün gözəl bir güşə ayrılıb. Mən də təbii ki, gözəl şəkillər çəkdim. Hamısını Instagramda post olaraq paylaşacağam. Restoranın imeninin bu hissəsinə otelin içərisindən qalxmalısınız. Burası sadəcə şəkil çəkməyə girə bilməzsiniz. Səhər kahvaltı üçün gedə bilərsiniz və ya günorta vaxtı kofe içib şirniyyat falan yeməyə gedə bilərsiniz. Biz kahvaltı saatına gecikdiyimiz üçün şirniyyatlarını yoxlamaq istədik və dadı da çox xoşumuza gəldi. Nəysə, sonra bir mağazaya giririk ki, ev üçün maqnit və ya suvenir bir şeylər alaq. Daha sonra gedirik məşhur Karol körpüsünə. Həqiqətən bu körpünün üzərində gəzməkdə, Viltava çayını seyr etməkdə hər biri ayrı qəribə hisslər verirdi insana. Həqiqi mənada çox gözəl təcrübə oldu bizim üçün. Körpünün üzərində sizin karikatür şəkillərinizi çəkmək üçün gözləyənlər var idi. Daha doğrusu belə izah edeyim. 20 dəqiqə, yarım saat ərzində siz oturursunuz və sizin şəkillərinizi çəkirlər. Bir nəfər üçün 20 evro, 2 nəfər üçün 40 evro kimi bir qiymətlər idi. Səhv xatırlamıramsa. Biz düşündük ki, qayıdarkən çəkdirərik şəklimizi, indi gedək gəzək, qaranlıq olmasın. Elə oldu ki, biz qaydanda artıq yağış yağırdı və biz şəkil çəkdirə bilmədik. Bu da ekləndi, gələn dəfə Praqaya gəldikdə eləcəklər listəsinə. Çox soyuq olduğu üçün, əllərimiz, ayaqlarımız da donduğu üçün isinmək üçün yaxındakı bir kafeyə girdik və isti bir şeylər dedik. Daha sonra isə yollandıq dünyanın ən dar küçələrindən biri olan o küçəyə. Bu küçədə keçmək üçün biz knopkadan istifadə edirik və gözləməliyik ki, bizim üçün yaşıl işıq yansın. Eyni ilə digər tərəfdən qaydanda da eyni formada etməliyik. Bu küçənin sonu çay kənarında gözəl bir restorana çıxır. Amma mən buranı küçə deyil də iki binanın arasında balaca bir yol kimi adlandırardım. Nəysə, uzun sözün qısası, körpüyə son dəfə də baxıb, sağollaşıb, yeməyə gedəcəkdik. Sonra istiqamət verdi Viyanaya. Biz bura gələrkən bir çılğınlıq yapıb nə əlcək, nə papaq, nə şarf heç nə götürməmişdik. Əlcək aldım, onu da Viyanada itirdim. Nəysə, burada anı üçün bir-iki əşya alırıq. Sonra gedirik bu məşhur qatar restoranına. Adının oxunuşunu da bilmirəm. Nəysə, biz Railway restoran deyək. Zaten xəritədə elə yazdıqda da çıxır. Girişdə sizə yer nömrələrinizi qatar bileti kimi belə bir kağızda verirlər. Yeməkləri, içkiləri, hər şeyi qatar gətirir. Sonra yenidən qatara qoyub boşqablarınızı göndərə də bilərsiniz. Göndərməyə də bilərsiniz. Burgerlərin dadı mənim xoşuma gəldi. Bura Albert supermarket. Çəçibitdən soruşub öyrəndiyim qədərindən Çexiyanın məşhur marketlərindəndir. Və bilmədim burada nə alım. Axtardığım qədərilə Marlenkası məşhur imiş. Bilməm necə oxunur. Onu aldım. Hələ yoxlamamışam. Bir saniyə öncə gördüyünüz dans edən ev, rəqs edən bina deyək. Ev mi, bina mı yadımdan çıxdı.
Ora gedə bilmədik, gəzə bilmədik. Oranın üstünə çıxmaq olurmuş. Vaxtımız çatmadı bizim. Nəysə, burada artıq benzin vurdu və yollanırıq Viyanaya. Çexiyanın kəndlərindəki bu evlər Almaniyanın kəndlərindəki evlərdən tamamilə fərqlidir. Bizim Praqada gəzmək istədiyim, görmək istədiyimiz çox yer var idi. Sadəcə vaxtımız yetərli değildi. İnşallah Praqada gələn videolarda, gələcək aylarda bir də görüşərik. İndi isə necə deyərlər, qarlı dağlar aşaraq, çox yerlər dolaşaraq gedirik Viyanaya. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Növbəti videoda Viyanada görüşmək üzrə. Hələlik.